bu torpağı insan için mekan yaradı Allah. Dağ için bir dayağı, tekan yaradı Allah. Zahirine bakanda dağlara, insan hara. İnsan görer mi dağı çekilmesi kenara? Hele ki zirvesinde dağ var, ayak değmeyip, hiç kesin karşısında ne de ki baş eğmeyip. Dağ var, külün vurarsan saatlarla başından, mümkün olmaz koparmak, dırman boyla başından. Görünen tərəfidir yer üzərindən dağın, özü boyda dayağın, altında da torpağın. Dağların qüruru var, dağların var vüqarı, vətəni qorumağa, amma yox ixtiyarı. Dağ insan tək həyata fail muhtar deyil, can qurban eləməkdə küt ixtiyar deyil. Canlar fəda etdilər, mübarizlər, fəridlər. Adicə bir torpağı vətən etdi şəhidlər. Şəhidlər torpağı vətən edib qoruyan, onların barəsində nələr söyləyir Quran. Ölü demə şəhidlər, Quran deyil dilidir, əbədi cənnət əhli seyidlərdən biridir. Qiyamətin günündə dağlar olmayacaqlar, onlar tuş şəklində göğe sokulacaqlar. Dikər ki, şəhidlərə izin veriləcəkdir. Şəhid istədiyinə şəfayət edəcəkdir. Necə ki, yurd uğrunda sipər olacağıyla, behişt ətirlənəcək şəhidlərin qanıyla. Əqidəli olarsan sən möhkəm qayadan da, daş qopara bilərsən ən möhkəm qayadan da. Dağ və insan fərqini özün seç, özün ara. İndi insafla de, dağ ara, insan ara. Dağı insan qoruyur, ne ki dağlar insan, dağ yok. İnsan veribdir dağ yolunda canını. Torpağın uğrunda eğer ki ölen olmaz. O torpak çay açmaz. O torpak vətən olmaz. Ey şəhid anası, senin bəxtələr qalın, qorxursan ki anasız orada qalır evladın. Senin rahat olma, ümmətin anası var. O ümmət anasının ne kadar balası var. Elə anadır ki onun nə sərhəd var, nə də sən iki dünya xanımı Zəhra bint Muhammed. Hoş oldun halına, Zəhra ona vay deyir. Həmən deyilən Hüseyin Həsənə lay deyir. Zəhra zabit dayanır şəhidlər arasına. Balası da əmanət Peyğəmbər balasına. Bana rahat olma ey şəhid balası. Cənnətdədir evladın, yanımda da anası. Biz də şəhid